O söhbətlər Kim istiyor ki Eyvaz çıksın? El kaldırın izleyeceğim. Qazın söhbətini bilirsə, masada Eyvaz geçsin mafiyadır. Qorxusundan deyil. Maşədən çıxardılar. Bir dəqiqə göstər. Mag var oyunda. Yox. Məsələn, sən sağır balsı var. Ne var? Onda denir. Mən istəyirəm əlini qaldırsan, qıraqdan var. Üstündən kapalı oyuna başlamaq bilirsən. Mənim qardaşım. Kim afet atmışsın? Deyirəm də birinci oyun sənə. Yox, amma səni əlinə yola salsan. Vaxtı ki, sən girirsən o söhbətə. Mafiyanın sözü. Nəyi komisar yox. Mafiyanın sözü. Niyə mafiya desin ki, mən sən ağıllısan. Ağıllılar, o bayramlar biz çok geçmiş. Sən də gedəsən, o da gedəcək. Ben de sana gidelim. Sən gedəsən, Davay, davay, nədən? 200 manat var idi. Ben sənə deyirəm ki, bax, gəlirəm sonra deyirəm ki. Getməyəcək. Sən hədəf etmirsən, sən həyatı boyu aparır. Eyvaz gedir. Eyvaz mafyacı bir gedir olur. Mən hədəfi deməyəcəm. Birinci Susub dedim göstərəcəm. Yalana fırlasan. Salih hansı söhbət girir? Masada üç qalsın. Səndən oynamağa başlayıram. Belli masada üç qalsın. Bu Ferol. Çıxardaq onu. Onlar belə. Komissar onu yox, baxım oynanır. Yoxlasın qardaş. Komiser yoxlasın. Sen ne bileceği komisar onu yoklar. O oyunda davacıydı. Deyəcəklər Ne ki, bileceği? Komiser komisaş deyil. Komisar şu söylemirəm. Sen artık bir yelenme. Sən fikirlə belə göstərmə. Sən də belə yox, bu oyun deyil. Bu oyun deyil. Burada prosta vurursan. Belə bir şans yoxdur. Birincidən dilərik. Kim afet Sizi atmışsın? göstərib vuracaqlar. Kim afetin adını çəkdiniz? Aha. Geçən oyunda siz burada yox idiniz. Sevinəcəklər ki, oyunda Söhbət elədik burada. Kim ki gözünü açıb yadına düşürlər, bu mafiyadır deyibsə, biz sizə görə demirəm. O bir misal gətirirəm. O mafiya çıxır. İkincisi də burada bir yaşıl işıq söhbət eləsin. Dedim elə bir cəmaatın başı yaşıl işıq yanır, neyniyir. Gözünüzü açan ki bu 2-3 nəfəriniz. Sən Mən bir daha sizə açacağım. Mən ona görə dedim ki, krema və maska hardadır, onu istədim. Çünki burada dırıçqa belə var, mən görürəm hər şeyi. Onda siz oyunda uzaqlaşmalısınız. boş ver, bax, Niyə? O maska sizə düşdü. Hə, sizdə də krema. Ben de bakmışım. Aydınlar. Ona göre deyirəm Eyvaz. Əslində mən sizə bir şey deyim ki, ki o mafiya, bu mafiya. Mən qorxmuram ki, onun bir neçə nəfəri olacaq, onun bir neçə nəfəri var, qaldıracaqlar. Sonuncu stop. Düzdür. Diqqətlə dinləyin. Bank. Hallar necə hesablanır? Sizin danışığınız, getdiyiniz üzərinə mafiyaların getdiyi üzərinə və çıxartdığı aktiv kartlara görə xal qazanılır. Din sakin belə axıra qalsa, xal var. Takşa din sakin düşür, udabilməyəcəm, xal qanunun söhbəti yoxdur. Əsas hər şey sizin danışığınızdan verdiyiniz səsdən asılıdır. Hər kəsə 30 saniyə vaxt veriləcək. 30 saniyə ərzində sözünüzü deyin, birbaşa səs verin. Yalnız birinci qrup birbaşa səs vermək ixtiyarınız var. Bundan sonraki qrupda argument. Nömrə 1, Eyvaz buyur. Hamıya xoş oyunlar. Sonra tarih nə yaxşı dedin, vətəndaş axıra da qalsa çox qalıb. Mən çox sevirəm. Bu adam mafiyadır. Çünki mən gecə həqiqətən də çox səmimi deyirəm. Mən görmüsünüz səs verən nə varsa kiməsə elə bir şey eləyim ki, sən gecə səs elədin, hərəkət elədin. Mən o adam deyiləm, mən doluq gətirəm. Amma həqiqətən də hərəkət elədi. Və mafiya gecə, sadə mafiya gecəsinə hərəkət elədin Sabiha, mən bunu çox yaxşı eşitdim. Və oyandıq, sən birbaşa 5 saniyə idi oyandığımız, dedin ki filanla 6 nömrə mafiyadır. Heç onların nə üzünə baxmısan, nə söhbət eləmişsən, nə yanında oturursun. Stop, səs. Argumentin sıfır, sən mafiyasan, bir tut, masa səni çıxartmalıdır, bir tut. Stop deyəndə bir də danışsan, xəbərdar olacaqsın. Sabina bir tur, Sabina buyur. Görsən, könlü kimi deyiləm, üçüncü barmaq səni görsən. Hörmətlə danışdım. Uşaq var. Deməli belə, bax deyir ki, heç bir doğud. Amma mən doğud gətirə bilərəm. Xanım 11 nömrə oturub telefonda elə bir ki, kapalı pozaya düşüb ki, gözləyir ki, onu heç kəs görməsin. 6 nömrədə mən bu tərəfə deyəndə ki, hədəfi seçdiniz, yalnız o birisi necə belə güldü. Mən fikirləşdim ki, yəqin ki, onlar hədəfi seçirlər bu 2. Üçüncü, mən oynayırdım çünki Ambavukazi mənim ən sevimli mahnımdır. Bu 3. Dördüncü şahid
kamera orada çəkir. Axı məndə tam olmuşdu rezinka. Mən açdım çünki saçım ilişdi. Stop. Amma mən yenə də Sabina deyirəm, səs. məni çıxartmaq istəyirsə lap yaxşı. Mən onsuz da xoşlamıram qabalı oyunu oynamağa. Qıraqdan Sabina, baxacağam. səs. Kim necə oynayır. Mən deyərəm 11 mi? Fidan bir tur. Fərhad buyur. Mən çox uzun uzadı danışmaq istəmirəm. Burada təbii ki, heç kimin hərəkətimiz olmaz. Hamı verdiysəz, yəni xoşuna hərəkət edən bir səsində. Prosto burada iki dənə də söhbət var. Ya Sabina xanım haqlıdır, ya da ki, Eyvaz haqlıdır. Burada haqlı, haqsızı birincisi tapmamışsınız. Bir dənə mən də səs verim. Eyvazda da biri olsun ki, bərabərə, sonra Sabina xanımdan davam edelim. Eyvaz bir tur. Teşekkür ederim. Ruslan buyur. Mən Orxan deyəcəm. Orhan bir tur. Birinci grup səs Sıra verilməlisə, buyur. mən də Fərhad deyəcəm. Ferhat bir tur. Deməli, Hasan buyur. oyun başlayan kimi birinci iki nəfər danışdı. Bir xanım, bir də Eyvaz ilə. Eyvaz. Həmişə mənə elə gəlir ki, iki nəfər danışanda onların ikisi də mafi olur. İndi seçim oyun qarşısında qalsaq mən Eyvaza verəcəm sözü. Eyvaz 2. Dexter buyur. Eyvaz. Eyvaz 3 bəraətdir. Yalnız birinci iki qrup 3 səs bəraətə salır. 3, 4, 5, 6, 7 bütün qruplarda 2 səs bəraətə salacaq. Yenə deyirəm. Yalnız birinci iki qrup 3 səs bəraətə salır. Yerdə qalan bütün qruplar 2 səs bəraətə salacaq. Orxan buyur. Necə səs verdilər, nə üçün verdilər, mən heç danışıb eləmədim. Yəni ki, argumentlə nə olsaydı, siz onun səsini qəbul edəcəydiniz. Çünki argument də qəbul edəcəkdi. Çox danışmaya ehtiyac yoxdur, filan bax. Fidan 2. Mehdi buyur. Salam axşam xeyirli olsun. Yeni oyunçuları, təzə oynadığım oyunçular var. Yəni köhnələr zaten oyunuma bəllidir. Yeni oyunçularla danışmağı istəyirəm. Zaten Eyvazın orada mafiya olmağı sıfırdır. Niyə görə? 3 nəfər niyə birbaşa getdiniz Eyvaz üçün? Bizə hədəf seçdiniz. Fərhad qardaş deyir ki, Sabina ilə deyir Eyvaz deyir danışır. Niyə buradakı oyunçularla danışmırdı? Yəni bunlardan olmaq olar da. Yəni ki, mafiya kim var? Niyə düşdünüz onların üstünə? Gecə komissarı yoxlasın Fərhad qardaşı ya da istəyir Eyvaza səs verən Dexter'ı, Basın qardaşı Eyvazda yoxdur. Belə də ki, gecə istəyirsə də komissar Eyvazı yoxlayabilir, ondan mafiya çıxmayacaq. Amma mən deyirəm, komissar yoxlasın bu tərəfdə. Bu tərəfdə mafiya var. Salihdə mafiya yoxdur, Fidan'da mafiya yoxdur. Stop. Səs. Səsim olacaq elə Basın qardaşın özünə. Yalçın. Yalçın. Yalçın bir tur. Yalçın kimdə? Numara 6. Salih buyur. Mən 5-ci nəfərdə burada təcrübələrim oldu ki, vətəndaşlar ehtiyatlı olmalıdır əl qaldıranda. Çünki mafiyalar durub kimisə hədəfə verir və tutaq ki, məsələn, filan çıxdı, bilməyəcək, qarşıya çıxdı. Ona görə ehtiyatlı olun əl qaldıranda. Amma oradakı situasiyada tanış gəlir mənə, iki vətəndaş bir-birinin üstünə düşüb, bir-birini qırada bilər, mafiyalardan baxıb, onları bərabətə çıxarıb, başqasına ilə çıxarıb bilər. Amma bu situasiyada məncə Eyvaz mafiya deyil. Sabinanı bilmirəm, çünki heç kimi tanımıram. Hələ ki, mənə kimi səs vermələrdən bir dənə Stop. mən tegri danış. Səs. Gördüm, səsimi verirəm qardaşım. Yalçın 2. Fidan buyur. Axşam oyuna axırıncı gəlmişəm və %90% mənə vaxt qarşı düşməyib. Yəni oyundan çıxsam, nəsə olsa 1000 saat, 1 sakinəm, 100%, yox milyon faiz. Sabina xanımın məni danışdırmamış üstümə gəlməyi, mafiyanın şübhəsini artırıb, düz Eyvazın üstünə gedirdi. Sonradan Eyvazdan hamı müdafiə edəndə hamı təsdiqləyir ki, hə, görürsünüz Eyvaz olmaya bilərdi, sözü şübhəni aparır. Mehdinin mənə səs verməyi və Sabina xanım onu gözü ilə işarə eləmək Orxana səs verməyi, gözündən olan təsdiq işarəsi verməyi, bu da mənə şübhələr var ki, ikisi də mafiya ola bilər. Mən elə gəlir onda yandan. Amma Salih'in dediyi də mənim xoşuma gəldi ki, ola bilər ki, iki vətəndaş bir-biri ilə mübahisə aparır, mafiyalar İsraildan da onlarla rəhbər. Teşekkür ederim. Mənə Stop. görə də Səs. Yalçın Yalçın bəraətdən. Zardan buyur. Yəni, ilk səs verməndə mən həmişə şübhə saxlamamaq istəyirəm. Çünki siz kimi şübhələnirəm, ancaq 2 nəfər bəraətdə var. Fərq etmir, səslər bölgüsü deyiləcək ki, heç kimi çıxmasın, qanun səs verir. Eyvaz. Aha.
Cəfər. İlk danışıq demək olar ki, başladı. Eyvazan Sabina xanım başladı və onların üstünə danışıqlar getdi. Onların üstünə getmək fikrim yoxdur, çünki nəyə görə onların üstünə gedən yetərincə şəxs var. Yəni o kartı oynayan çox şəxs var. Hamıya da aydın onların oyun tərzi. Ona görə oraya getməyəcəm. İkinci məsələni qardaşa bildirmək istəyirəm ki, Mehdi deyəsən adı. Eyvazın müdafiəsi mənə çatmadı, çünki kimlənsə ilk gecədə şübhə yarana bilər, amma güvən heç vaxt yarana bilməz. Çünki sən ilk gecədə heç kəsə mümkün deyil ki, güvənəsən. Fidan xanımın üstünə gedə bilərdim elədiyi səhvə görə, sual verdiyi ona xırda bir danışığımız oldu orada. Amma əslində son gəlib kart verildiyinə görə inanmıram ona mafiya verilsin. Amma Təşəkkür edirəm. 10 saniyə. Sadəcə orada bir dənə xırda səhv elədi. O da ki, Cəfər səs. baxmamışam kartıma, sonra dedi çaşdım gecəyə gedəndə baxmışam belə bir şey səhv elədi. Fidan 3 bəraətdə. Axşamınız xeyir. Bax, mən istisna vardı. Salihlə Fidanın danışığı mənə çatmadı. Eyvazı tərəfi tutdular, amma Sabina heç demədilər. Yəni Sabina mafiyadır. Sabina da altında adam çəkir, 6-ya səs verir. Siz də Fidan da. Fidan, sən özün 2-dən şübhələnirsən. Deyirsən ki, sən mafiya ola bilərsən. Səsini verirsən 6-ya verir, siz də səsinizi 6-ya verirsiniz. Bu nə təcrübədir, mən bilmirəm. Fərhad deyir ki, ikisindən biri çıxsın, çıxandan sonra bilməyəsən, belə olur. Bilməyəsən insanlar. Yəni sən o oyun deyil, açıq oyun deyilsən. Patlıca tapmaq lazım deyil Surə xanım, oyun oynamaq lazımdır. Mənim şübhələrim 4-dədir, mənim şübhələrim Dexter'ın özündədir, mənim şübhələrim İbrahimdədir. Belə də ki, oynamaq sizə oynayalım. Mən Sabina'dan şübhələnirəm. Səsini verəm Sabina'ya, Sabina'dan mən çıxmalıdır. Sabina 3 bəraətdə. Samir buyur. Axşamınız xeyir. Mən həyatdan baxım dinləmələrə təxmin edirəm ki, kimlər mafiyadır. Amma mən də Eyvazdan şübhələnirəm, səsini də Eyvazdan. Eyvaz. Təşəkkür edirəm və son söz İbrahim buyur. Tak, paylaşma sana oluyor. Kim? 1-2 əlini sallaşır. Diqqətlə dinləyirik. Bizə danışır birinci Eyvaz, ikinci Sabina, üçüncü Yalçın və sonuncu Fidan. Eyvaz 45 saniyə vaxt buyurur. Baxın, ən azı burada əvvəldən oynayan, Pro-nun qalibləri də olan adamlar var. Mən mafiya olsam, əgər onların biri mənlə əks klanda olsa, inanın ki, onlar mənim nitqimə inanmayacaqlar. Əgər burada onlar lap içində mafiyada ola bilər, mənlə eyni klanda da olan ola bilər, məsəl üçün Mehdidir, Salihdir, Sabinadır. Əgər onlar məndən mafiya kimi şübhələnmirsə, siz yerdə qalanlar mənim mafiya kimi səs verirsə, siz özünüzü yandırırsınız. Və aktiv kartlar, komissar var, maniyyət var. Mən səs verənləri xahiş edirəm, gecə yoxlasınlar. Çünki mən sadə vətəndaşam, mənim heç bir silahım yoxdur. Mən danışmalıyam, ona görə danışıram. Mənim şübhələrim ola bilər, əlim ola bilər, mən səs verə bilərəm. Burada Dexter'ı mən anlamıram, heç bir doğru yox idi, sizdə heç bir doğru yox idi. Sonra Cavid hanım, deyirsən ki, mən səs bölmək istəyirəm. Niyə səs ver, qoy danışım, kartını öyrənirəm. Sabina buyur. Baxın, uşaqlar, 3 nəfər artıq uje bəraətdə var idi. Təbriz məni 4-cü nəfər kimi bəraətə çıxardır. Maraqlıdır. Niyə? Çünki şansı var çoxdur ki, Eyvazı bizi onsuz da əl qaldırmazdıq. İkisi də kimi mən dedim, onlar bəraətdədir. Deməli, sən onların tərəfini də saxlayırsan, faizləri aşağı salırsa da riyaziyyətdir burada. Niyə görə mən Eyvazı istirdim ki, komissar yoxlasın ki, biz oynaya bilək. Ki, əgər gecə komissar yoxladıqdan sonra o çıxacaq, deməli o mafiyadır. Sadəcə mən dedim ki, yoxlayaq, demədim ki, ona əl qaldıraq. Amma mən yenə də deyirəm ki, mənə elə gəlir ki, 11 nömrə mafiya deyir ki, mənə kart axırda veriblər. Kartları paylayıb, bir kart olurdu, çünki gözlürdülər. O gəlməmiş, oyun başlamazdı, biləsiz. Çünki bu final oyuncudur. Hamı bir-bir gözlürdülər. Elə deyil ki, o sonradan gəlir, deyirlər ki, gəlin kartlar verək. 6 nömrən deyəndə ki, seçdi, o güldü. İndi özünüz. Yalçın buyur. Mən belə çox gülən insan deyiləm. 2 nəfər mən sizdən şübhələndim. Şübhə olsa formal sənət edəcəm. Birinci oyundur. Yəni məndən də şübhələnə bilərsiniz, hamıdan şübhələnə bilərsiniz. Yəni məndən də şübhələrsiniz, əlinizi qaldırın, çıxartın. Təşəkkür edirəm. Fidan buyur. Mən Cəfərə
bağlayandan sonra hansı ki tayda deyir ki gözünüzü yumun, onda bunun altından belə baxdım ki, güdəyi mən kartın nə idi? Bu belə, kartın 100% tek sakindir, yəni əmin ola bilərsiniz. Əgər Sabina xanım həqiqətən yaxşı oyuncudursa, bu oyunda birinci, ən birinci tek sakinin üstünə düşür. Bilmiyorum, bizdə oyunun sonunda hər kəs oyun tərəfində biləcək, yoxsa yox. Əmin ola bilərsiniz ki, məndə 100% tek sakindir. Teşekkür ederim. Diqqətlə dinləyin. Bayaq dediyim kimi. Birinci 2 kruq 3 səs bələtə salacaq. Ondan sonraki kruqda 2 səs bələtə salacaq. Yalnız birinci kruq minimum 5'er qalxmalı, çünki 4 mafiya hal-hazırda oynayacaq. Ondan sonraki kruqda 3 səs bələtə düşəcək. 4 səs lazım olacaq oyun üçün çıxartmaq üçün. 2 səs bələtə düşsə 3 səs lazım olacaq. Aydınlıqlar hamı. Sonra sual verməyin. Bir də təkrar eləməyəcək. Birinci danışdı Eyvaz, ikinci Sabina, üçüncü Yalçın ve sonuncu Fidan. Adları da bilirsiniz. Kim düşünür? Eyvaz mafyadır. 1, 2, 3, 4 ses. Beşinci gecikmişti. Kim düşünür? Sabina mafyadır. 1, 2, 3 ses. Kim düşünür? Yalçın mafyadır. Kim düşünür? Fidan mafyadır. 2 ses. Noç, yum. Mikrosaniye fərq eləmədi bu. Ha? Mikrosaniye fərq eləmədi. Yok kardeşim, mikrosaniye değil. Hele geri gelenden orada da artık biri gizli kalmıştı. Yok. El kalktı diyen kimi? Zəhmət. Kim düşünür, muhakkes mafyadır sözünü diyen kim elbette kalkmalı. Bile yok. 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 Gözünü açın yalnız gangster mafyalar. Ben bu sonda onu dinleyeceğim. 30 saniye vaktimiz var. Yok. Doktor. Yok. Manyak. Yok. Aracını alacağım mesela. Yok. Kapalı bak. Yok. Güzelse. Yok. Kamikaze. Hanımın sabahı hayırlı olsun. Gece çıxan kart. Buyurun, devam edin. Komisar vətəndaş yoxlayır, mafiyanın hədəfini gözəlçi qoruyub, Bəli. manyak da vurub, Manyak vurup Dexter ola bilsin. Dexter'ı da nə kimi çıxır bilmirəm. Yəni komissar vurdu, komissar Dexter təbii ki, mafiya kimi çıxır. Gözəlçə, sohbet çox qəşəng olur. Niye mafya kimi çıxır? Mən nə Sana el kaldır. Mən nə qaldım? Sana el kaldırmır. Mən səs verin. Ay bala. Bilirəm, Biz sənə səs el kaldırır. kaldırır. Səs ailəm baksana Mənə bir-birinə. səs ver. Yok. Axırda biləcək. Sen düzgün danışmırsan. Sen sözüme göre Sabina'ya öldürüp bir de söyleyirsen bir sürü muhabbet kimi çıxır. Mən Eyvaza qalxan əllərin hamısını gəlmələm. 15 nömrə belə baxıb hamıya əl qaldı. Onun çok korkuk idi. Hara çok gelir, sonra Sonradan qaldı 15 saat. 15 ildən mən Tərzin salında çıxıram. Sami, mən də O belə baxdı ki, oradan kimsə qaldı. Kimsə gözlə Ama sənə baxır. deyim, 3 nömrədə Eyvaza səs verib, amma mənə əl qaldırıb. O da var. Mənə. Məncə biz əllə Çox sarıcanı xarici çıxardaq. Gəl əllə onu çıxardaq. Mən bir istəməm vətəndaş anlayışa sən qaldı.
Yani tam dəqiqəni olmayınca heç kəsə qalmır. Amma hep şey qaldırmaq yol düşərəm sonra. Bu görsünlər ki, şey olur. Qaldıram. Dexter hər nəsə Sonra çıxsa, bir şeydə qaldırsam, bəlkə Allah Dexter sən hani, Dexter nəsə çıxsa, ola bilər, nəsə ola bilər. Yəni Dexter mənə qaldırmışdı, bu mənə qaldırmışdı. İki dənə oldu, kart kimi idi? Ki, Sabinə bax, Sabinə sözü, Sabinə əsas verəndə, Sabinə hər dəfə çölüb evası deyir ki, topu da mafya. Deyil onda mafya. Sabinə mafyadır. Değil. Şunu çəksin. Değil. Sən buna bax, qurban olun, buna bax. Abi. Sən də Mənə qulaq as. deyir, şübhələndiyin kimidir, elə bir götürürsən Sabinə sözünə görə. Buna sən söyledin, hələ qaldırmadın. Sabina sözünə Ay, görə yaxşı görə. Sən Mən götür şübhələndim buna Fidan xanımı da 15 Ay, yaxşı görürsən sən. Sabinə Al, mafya deyil. deyərdin də, çölü deyir. Gəl, mən Çox danışırsan, Fidan. Bir dənə qulaq as mənə. Bax, gör nə deyirəm. Deyirəm Sabina mafya deyil. Ay, yaxşı, Səncə niyə görə deyil? Yox, yox, qardaş, burada o söhbət deyil. Yox. Əsas o ki, Pərviz ki, mən çıxım bu oyundan, çıxardın məni. Geç. Ay, sağ ol. Ay, qardaş, elə şey yoxdur. Burada hamı notdan danışa bilər, hər andan danışa bilər. Hər bir kartı var. Mən də oturum notdan danışım ki, yox, plan kəs deyil. Nə bilirsən kimsiniz? Bəlkə mənim komissar kimi yox. Sən heç kim yoxdur. 5, 4, 3, 2, 1, stop. Sabina buyur. Belə ən çox burada məni çıxardan istəyən Pərvizdir, amma sən üstünə getməyəcəm. Gedirəm bax bunun üstünə. Alo. Fərhad bir. İkinci Fərhad buyur. mərtəbə qalxmısınız? Oy. Hə, yaxşı. Üzrünü sən deyirəm. Argumentsizdir. Yox, argument. Mən də Fərhad buyur. 30 saniyə vaxtın var, argument gətir, səs ver. Onun argumenti odur ki, birinci qrup başqasına səs verib mən əl qaldırmışsan. Bu yetərli argumenti, buyur. İndi mən də argumentimi belə gətirə bilərəm ki, mən səsini verirəm Səbinə xanıma. Çünki Səbinə xanımla Eyvaz arasında olan söhbətdə bir dənə mafiya ola bilər ki, dörtlündə qardaşdır. Səbinə xanım çox özlü şeyləri, əşyasalar çox özlü boş yerə. Mənə elə gəlir ki, çünki mən bayaqlar səs vermədə Eyvaza səs vermişdim. O da bərabər çıxsın. İkisi də danışsın, ikisini də eşitdim. Səbinə xanım bərabər boşuma gəlmədi, ona görə də onun əlimi qaldırdım. Səsini Səbinə. Və bildim, Səbinə xanıma səs verməyin argumenti nədir? Çünki onun o danışıqları mən qane eləmədim. Onun müdafiəsi mən qane eləmədim. Əl qaldırmağım. Təşəkkür edirəm, pas. Ruslan buyur. Salih istəyəcəm. Əminliklə yadınızda saxlayın. Həmişə mafiyalar əminliklə deyir. Yox, onlar mafiya deyil. Arkadaşlar, hansı əsasən deyirsən ki, bunların heç bir mafiya deyil. Özü əminliklə Eyvazı mafiya deyirsən ki, əminliklə deyirsən ki, mafiya deyil. Nəyə əsasən? Salam aleyküm. Yəni, mənə maraqlıdır. Qarşı bələddir. Salih bir. Özdə üzr istəyirəm, bir də bunu əlavə edim. Özdə adını da qoyursan ki, mən bir sakin onda heç məni qaldırmıyorum. Çünki sən bir sakin deyilsən. Ona görə əl qaldırmıyorum. Təşəkkür edirəm. Stop. Səs verəndən sonra da heç nə əlavə eləməyin, xahiş edirəm. Sonra buyur, argument və səs. Mən fikirlərimdə dəyişdim. Mən Sabina xanımdan mafiya olaraq şübhələnirəm. Cübbuludan qəti şübhələnirəm. Fidan. Sabina xanım deyirəm mən də. Çünki mənə görə mafiya olmayan insanların adını saydığına görə Sabina. Pas. Yalçın buyur. Mənə görə onsuz da orada iki nəfər ekranlar mafiyadır bəya və indi də Sabina xanımın üstünə gələndə gördüm cırnıyır. Yəni, pis başa düşməsin. Gördüm cırnıyır, yəni sırf cırnadığına görə. Cürnür nə deməkdir? Cırnıyır, yəni yox, incimə yox da, belə nə gəlmişsiniz də sizdə, yəni belə görürəm ki, narahatsınız. Yəni, sırf ona görə mənim səsim buraya belə Eyvaz yoxdur. Pas. Hep çok korkuyorum, sonuçlarından çok. Mənim əslində sözlərimi Sabina xanım dedi, kart paylanma söhbətidir. Yəni, kart adinakıl paylanmasıdır. Yəni, orada demək olmaz ki, o aparatdan indi məndə mafiya yoxdur. Ola bilər mafiya. %99% mafiya ola bilər. Kartlar ayrılmışdır. İkinci növbədə siz həm Sabina xanımın fikrindən getdiniz bayaq səs verəndə, həm Salihin fikrindən getdiniz. Götürdü sonra Seymura səs verdiniz. Hər ikisinin fikrindən getdiniz, öz fikriniz olmadı.
şübhələndiyiniz başqa adam var. Sonra prosta Seymura səs verdiniz. Oy, üzr istəyirəm, Ruslana səs verdiniz. Yalçına səs verdiniz. Sonra Ruslan bir xəbərdarlıq. Yəni öz fikriniz olmadan prosta səs verdiniz. Mənim şübhəm 2 nəfərdə 15 ya da Fidan xanımın o kart söhbəti xoşuma gəlmədi ki, Fidan xanım deyil. Bas, Mehdi buyur. Deməli, birinci onda dediyim kimi, Sabina ilə Eyvaz bildirir qıraqda. Gəldi burada mənə gələnə kimi 3 ya 4 dənə səs verildi Eyvaza. Qayıtda dedim ki, Eyvaz mahvedilir, Eyvazı yəqin gecə dəftərlə çıxmaq istəyirlər. Eyvaz bərat elədi, əl qaldırmadılar. Niyə? Çünki fikirləşdilər ki, gecə ona əl qaldırana komissar manyak vuracaq. Bu bir. İkinci növbədə Sabina mafiya deyil. İkinci növbədə gecə mafiya heç kimi öldürmür, biləsiniz. Mafiyanın hədəfini gecə qoruyub, ya doktor, ya gözəlcə qoruyub, deyib biləsiniz. Dexter da manyakın hədəfidir. Ola bilər ki, Dexter ya biz məqamına mən deyərdim 3 nömrə danışsın. Çünki bəyətdən Eyvaza səs verir. Amma Eyvazı özləri gecə vurmuyublar. Gecə yoxlasın komissar, əgərlərlə getməsə. 3 nömrəni bərat istəyərəm. Mən də Lamborghini istəyirəm. Salih buyur. Ruslana qarşı daha 15 nömrəyə də doldum var, amma Ruslan saxlayıram sonraya hələ tam dəqiqləşəndən sonra. Sən oyunu necə baxsan ki, Mostan qayıdan kimi sanılır deyəndə mən deyir ki, sənin mafiya olmadığın hələ bəlli deyil. Mən hələ də oradan şübhələnirəm. Sən isə deyir ki, ikisi də vətəndaşdır. Mən hələ də Sabiyadan şübhələnirəm, Eyvazla da baxmışmışım. Ki, yəni kim mafiyadır, kim deyil. Eyvaz niyə mafiya olamaz? Durub ona orada 4-5 dənə səs verir. Siz onun oyun başlayan kimi mafiya olmağı tuta bilməzsiniz məncə. Mən belə düşünürəm ki, siz yəni o qapalı oyun falan, yəni kimsə nəsə təqdirləmirəm, qapalı oyunda falan durub kimsə mafiya olmanın tutacaq qədər deyil də bu oyun səviyyəsi. Ona görə ora çox səs verir. Mən hələ ki, bəlkə də mafiya deyil, nə bilirəm. Yəni, prosto ki, mən gedişatı görə onu mafiya görürəm. 15 nömrə argumentim, 15 nömrə konkretni əl qaldırmada baxdı ki, 3 səs var, 4-cü əli, yəni oradan kiməsə baxdı, mafiya yoldaşlarına və Eyvaz'a əl qaldırdı. Yəni, gördüm, mən belə oturmuşdum, ona baxırdım. Heç kəsə əl qaldırmır mən vətəndaş olmaq. Və gördüm ki, 15 nömrə baxdı ki, oradan kimsə qaldırdı, tez 4-cü əl olaraq əlini qaldırdı. Samir bir tutur. Fidan buyur. Ben birinci Sabina Hanım'ı Yalçın'dır ve Orhan böyle şüphelerini devam edeyim. Bir de ses vermek isteyen İbrahim'e bilirəm. Niye? Çünkü herkes ona dedi ki, ben İbrahim'den şüphelenirim. Ses İbrahim'e geldi, İbrahim'e terz dedi ki, ben senden oynayıram. Neden terzi öz yanına çapmaya düşünməyə geldi. Ona göre bu da bir İbrahim'den şüphelenirim. Yani eksikten sonra. Ses İbrahim'e. Hansı terbiz onun üstüne geçti. O dedi ki, ben terbiz senden oynayıram. İbrahim bir tutur. Zardan buyur. Yəni mən yenə deyirəm, Sol. şübhəm var. Mən səs verəndə, məsələn, deyim ki, səslər bölünsün, birinci əlimiz kim çıxmasın. 2 nəfər bərabər düşür, mən də səs dedim ki, 3 nəfər bərabər düşsün. Vəsə Eyvazın xoşuna gəlmədi bu şey. Niyə? Yəni, nə fərq var? Gəlsən bərabər elərsən, mən çıxmaq istəyirəm. Mən sənə əlini qaldım. Ona görə deyirəm ki, yəni, şübhəm yenə də olur. Sadəcə oyunu izləmək lazımdır ki, biz niyə səs veririk? Yəni, o nömrəyə də demək istəyirəm ki, heç vaxt mümkün deyil biləsən ki, o mafiya deyil. Hər zümrə olur. Yəni, mümkün deyil, ona görə mənə deyilməsin. Bas, Zəfər buyur. Səsən birinci Fidan xanımda olmuşdu, o kart məsələsində olan yeyindirdi. O səhvliyə görə ki, birinci şəhərdə dedi, mən heç kartıma da baxmamışam, Sabina xanım niyə mənim üstümə gəlir? Sonra dedi ki, mən sual verdim, dedim, necə olur, nots olub, sən necə kartıma baxmamısan? Dedi, yox, tez bazar notsa gedəndə bax. Bu məndə şübhə yaratdı, ona görə səsimi verdim. Amma Eyvazla belə deyim də, Fidan xanımla oynamamış. Eyvazla çox oynamış. Yəni, Eyvazın danışıq tərzi, belə deyim də, özünə danışıq tərzi, bəraəti mənə biraz fikrimi çox, hədsiz çox yönləndirdi Eyvaza. Ona görə Fidan xanımla fikrimi yönləndirib, Eyvaza əlimi qaldırdım, sadəcə getişdim. Mən argument görmədim burada. Eşitdim. Amma argument görmədim. Pərviz buyur. Samir buyur. Mən belə deyim, qardaş deyir ki, Samir 4-cü adamdır, amma mən Eyvaza səs vermişdim və əlimi də qaldırdım. Ola bilər ki, geyik qaldır, amma mən heç kimə baxıb hərəkət edərəm. Öz fikrimdə mən müəyyən müddət Eyvazla oynamışam. Mən onun hərəkətinə, danışığına görə
Hindlə Eyvaz verirəm. Tərtibində Eyvaz. İbrahim buyur. Bizdə var. Bizdə. Aha. Salih bir xəbər var. Finalın mərhələsinə gəlməyi. Öz bəraətini və qəbul edilməm. Sadəcə dediyi oldu ki, mən sadə vətəndaşım. Ondan başqa heç nə başa düşmürəm. Rekord söhbəti də yandırıcı idi. Əlbəttə sən Pas. Teşekkür ederim. Məni yorursunuz. Eyvaz buyur. Bax, Cavidan, birinci mərhələdə birinci telefonu qoy yerə. Bu masada hamımızın tanışı olsun, telefona yazmaq olmaz. Mən bilmirəm sən orada, bəlkə WhatsAppda burada masada olan dostluğa yazırsan. Bunu kim dəqiqləşdirilər? Bu bir. İkinci qalanda, masada birinci tur maksimum və dovudsuz səsdir. Ona görə hamı səs verir, 3-3-3. Çoxlu adamı danışdırmaq lazımdır ki, kimsə nitqində harada sözünü yandıra bilər. Doğrudur, amma sən səsini yenə mənə dördüncü səs olaraq verdin ki, xeyr, mən indiyin kimi xatırlayıram ki, başqa adamlar çıxmasın bəraətə. Bu vətəndaş oyunu deyil. Vətəndaşlar çalışmalıdır ki, çox adam çıxsın bəraətə, biz yandırsın özünü, biz mafiyanı tapaq. Bu bir, mən masada çox rahatçılıqla, hələ ki, 100% əminliklə Pərvizlə oynayıram, %90 əminliklə Salihlə oynayıram və geri qalanına isə baxacağıq. Mən Dovdum ini səsləndirirəm. Axırıncı əl qalxdığı, gec qalxdığı təqdirdə 5-ci əl mənə Samir tərəfindən 13 nömrə o əlin əslində vaxtında qaldırıldığını deyib etiraz elədi aparıcıya. Əslində o adam başından bəri öz komanda yoldaşlarının mənə səs verdiyini görüb, hamını gözləyib mənə səs verdi və sonda da onların əl qaldırdıqlarından kimlərin baxıb mənə əl qaldırdı. Bu onun mafiya olduğunu işarət edir və Samir. Teşekkür ederim. Noç. Bəli. Buyur. Kim də öldürüldü? Yazma oldu. Telefonla danışma olmaz. Kim? Yok. Gözünü açıp gangster mafyalar. Son 20 saniye vaktiniz var hedef. Beş, dört, üç, iki, bir, yıl. Doktor. Ekip. Hadi. Manyak. Beş. Yıl. Yalnız hareketi almamışlar. Neden? Yıl. Double Yıl. Güzelse. Yıl. Kamikaze.
Hamın sabahı xeyir. Gecə çıxan hədəflər. 1 2 Gözəlsə də kiminsə seçər. 4 Mafiyalar gedib bir xeyrim deyəsən. Gözəlsə aparıb deyəsən. Oyunda iki mafya. Amma bir dənə bir şey var, komissar oyundadır. Niyə? Amma Oyunda ki, komissar iki dənə gözünə mafya asılır deyil. gecələr. İki mafya. Komissar hələ ki İki oyundadır. mafya. Bagagaş mafya kimi çıxdı, bu dəqiqdir. Gözəlçə də ola bilər ki, Mehdi işlərdə. Otla verir mafiyana Abi, salır. mənim fikrimin əksinə qardaşlar olmaz. Ya. Aa, yox. Mən bana sən də şey deyim. Bagagaş gözəlsə kimi aparmış. Eşidirsən Yox, məni? yox. Bura Sən mafya də söz deyil. deyim. Sən də söz Salih. deyim. Eyvaz gözəlsən də buna yapar. Mən Salih, amma eşidirsən? inanmıram ki, Cavidin Salih. kartında mafya kartı kimi. Salih, Yo, mən alo, fikirləşirəm. alo. 6 nömrə mafya kimi çıxdı, onun 100% komissar yox var. Mən sən deyirəm, Komissar Mehdi də yox ya bilər. Yox, artıq mən görürəm. Komissar Mehdi də yox ya bilər. Bana Sabina xanım. O da ola bilər. Amma sən bilirsən ki, Salih, bu ikisinin birdən çıxması ya bu gözəlçə o şey olur. Ya o gözəlçə bu. Onu qoruduğu adam eyvaz. Amma gözəlçə ola bilməz. Çünki o adam başqa Amma danışsa gedir. lap şey də ola bilər. Amma manyak birim vurur, komissar birim vurur, mafya birim vurur, Ha, birini gözəlsə birini vurur. apar. Ya da ki kamikaze. Onda beş tane işler. Gözəlsə birini apar. Yəni o da ola bilər. O da Gecə olur. Mən yenə də Sabinənin oynayıram axı kimi. Gördünüz uşaqlar. Bak şu, seni anlı ha. Komissar da vurmuyor, da vurur, da var. Yaşayır. Ayda knopka basın da uşaqlar. Ya. Koy dilini Knopka başımıza güzeldi. anladılar. Yox, orada o. Qorxan knopka Amma basın. birinci çox qabıldan ayrılacaq bundan. Qabıldan bundan olacaq. Bəlkə mafya kimi qabıldanı vururlar ya özləri. O da var. O da var. Ya, qabıldan oynar. Sabinaya qulaq as. Sen bilərsən. Aa, bəsdir də. Mafya yoldaşı. Mən sən satın olur. Mafya yoldaşı. Sən bir söz deyim. Sən bir söz deyim, Salih. Bu Moskva gəlir yandır. Sabina. 15 nömrəyə çıxardıq oyundan. Ben kameranı arkaya çevirip baka bilərdik kim Bak kimdir. oynamır. Ona maraqlı Salih, şey o gecə. mafya tapmazsan, ben kameranı arkaya çevirip baka. 100% Amma mafya. mən çəkirəm, mən düşmürəm. Düşürəm, mən çıxmışam. İkinci oyunu ben de çekerim. Mən inanmıram ki, Orxan. Mafiyanın Oyun sən O da yapsan. mafya değil. Özüm Nasıl bilirsən. paylayıb saxlayırlar, yoxsa əlavə deyirlər arkadaşlar. Değil. Yox. Ya. Kart paylanır, hələ bir kart yoxdur. Onun üçün qaldı. Qaldı. Onu Ha, saxlayır orada. ha, aydın. Birdən Onu değil. Bilirsən, dəqiqləşdirmək lazım. gərəsən əlavə kart ver. 4 Sakin ver. 3 Onu 2 dəqiqləşdirmək lazım. Bir. Saxlayıblar yoxsa əlavə qoyub. Masa stop. Saxlayırlar. İkinci stop İndi əl qaldırmalı. və sonuncu stop. Bərhad buyur. Argument lazım deyil də burada. Bu kurs yox. Yok. Pas vermək olur. Ürəyin Silver. Mən 4 nömrə deyim. Ruslan bir tutur. Ruslan buyur. Cavan oğlum. Bir stəkan isti qaynar su gətirin. Yeni zakat gibi topu kazanır. Sağdan oyundadır. Ha, ha. Qaynar. Yox, istəmirəm. Sən çıx. Ama armı bir stəkanda da böyük stəkanda 15 iki deyəcəm. tərəf belə verir. Sani bir tutur. Sura. Orhan. Orxan bir tutur. Orxan səs. Filan Fidan bir tutur. Salih səs. Qapalı oyunun bir dənə qaydası var ki, vətəndaşlar üçün mafiyalar heç öz onlarla oynayırlar. Bir dənə şey tutsam beynimdə. Məsələn, mən tutmuşam ki, Eyvaz mafiya deyil və onunla gedirəm, Eyvazın üstünə gedirəm. Yəni sən birinci qrup ora səs vermirsən, ikinci qrup mənə səs vermirsən, üçüncü qrup bura səs versən. Nədir sən? Yəni hara gəldi oynayırsan. Yəni bu, yəni bəlkə də mafiya deyilsən, mən kartları bilmirəm. Amma ki, yəni mafiya hərəkəti. Mən tutmuşam bir dənə şey, Doğud verirəm, onunla səs gedirəm. Bayaq Doğud götürmüşdün ha mənə. Niyə fikir dəyişdin məndə? Doğudun var idi ki, mən mafiyayam. Salih səs. Ruslan və Raiklər. Fidan səs. Oturuq xeyir. İbrahim bir tutur. Zəfər səs. Lazım canım abi, Fidan. Fidan və Raiklər. Pərviz buyur.
Danışma olardı mənə. Abi mən Orxandan bir sənə şübhələnirəm. Mən səndən söz deyim. Deyir ki, Sabina mafiya deyil. Bu o nə demək ki, mən kart haqqında danışır, düzdür? Əgər bundan şübhələnirsənsə, birinci bunu vurardın, mən hesab yanırsan. Yenə təzə yenə düşürsən balacan üstüne. Mən də şübhələnirəm. Oynayıram da sən. Mən birincidən o aldım sən. 4. Samir. Mən kendi mafiya olaraq Sura xanımı görürüm. Sura 1 tutur. İbrahim. Sura bəraətdə. Sabina buyur. Bax, mən əgər bu oyundan nəsə anlayışım varsa, biz oynamalıyıq 11 ilə, 1 və 5 ilə. Oynamalıyıq. Nağdı. Başa düşdün necə? Özümü də tanıyıram. Bax, 11 ilə 5 ilə mən oynayıram. Səs. Mən elə gəlir ki, Sravno burada mafiya var. Amma siz də danışın, sizi eşitmək istəyirəm mən. 16. İbrahim bəraətdə. Amma əlini salır aşağı. Diqqətlə dinləyin, 30 saniyə vaxtınız bitən kimi mən deyəcəm stop. Yəni, son 5 saniyə kömək edəcəm sizə. Ona görə fikrinizi 30 saniyə ərzində cəmləndirib masaya bitirin. Birinci danışır Ruslan, ikinci Sura, üçüncü Fidan və sonuncu İbrahim. Ruslan buyur. Mən birinci Salihə cavab olaraq onu demək istəyirəm ki, mən səsində getdim. Sənə səs vermədilər, danışmadın. Əminliklə girdin ora, gecə də vurduz olar. Plus da, əslində mən sənə səs verəcəkdim, faktor olacaqdı. Ona görə vermədim sənə. Həm də şübhəm Samirdə qalmışdı deyə ona görə verdim. Niyə? Çünki sən bayaqları dedin ki, Eyvazla baxışmışam. Baxışmışam çoxlu olur, gündüz baxışım. Əslində verəcəkdim sənə səs, onun üçün o ev yox. Obli qruq əgər çıxmasam, səs verəcəkdim. Təşəkkür edirəm. Sura buyur. Qalbabal iki səs mənə birdən gəldi. Nə yazırsan, burada mafiya kartı yoxdur. Yəni, mən sən mənim mafiya kartı yoxsun. Çıxaram, çıxmaram bilmirəm. Bir dənə mən vəsiyyət kimi eləyib. Ruslanın 16-nı, yəni 2 dənə nağlı mafiya kimi deyirəm bura. Burada mafiya kartı yoxdur. Mənə qalxan əllər olacaqsa, diqqətlə baxın. Təşəkkür edirəm. Fidan buyur. Ve ikinci de bəraət edirəm. Bir sakinəm və sizə sadəcə əl qaldıraraq kömək edə bilərəm. Silahım yoxdur. Gecə komissar əgər bu oyunlarda tanınan kimi şansı varsa, gecə mənə tanıya bilər komissar. Mən dediyim kimi, nə mafiyalar məndən qorxmasın, nə də digərlərində komissar, digər şəxslər, yəni bir sakini itirməsinlər. Mafiyalar məndən qorxmasın, mən onlara zaten gecə durub işləyə bilirəm. Bu qədər. Teşekkür ederim. İbrahim buyur. Tak. 15 nömrənin səsini aldı, səs verdi. Görüm sizin müdafiənizi kimi olacaq. Və biz burada danışdıq, şübhələrdən şübhələnirəm. Mənə o məsələdir ki, sizin maddi olmağınız bilir. Və sənin yanında bu olmağı mənə tutamadı. Ne? Suraxanı əldə aldı. Mafiya başqa yerdədir, 15 nömrəni yoxsa edəriz. Mənə də yatmaq telefonunuza basın. Doktor 5 ilə oynasın. Masa diqqətli olun, minimum ən çox qalxan əllər həmin şəxsi masadan kənarlaşdırılacaq. Birinci danışır Ruslan, nömrə 4, Sura nömrə 5 və nömrə 11, Fidan və sonuncu İbrahim. Kim düşür nömrə 4 mafiyadır? 1, 2, 3, 4, 5, 6, 7, 8, 11 nəfər var, bəs edir. Nömrə 4 oyunumuzu tərk edir. Doktor 5 ilə oynasın. Çox dərs. Doktor, altından oynaş qoyun. Yox. Komissar da 15'i yoklasın. Yox. Yum yum yum. Gözdən açıq, gangster mafiyalar. Sakin. Heç kim
Benden işte soruşun. Doktor. Bir. Manyak. Yok. Komisar. Gelemem. Yok. Kabulma. Yok. Gözelse. Yok. Yok. Kamikaze. Yok. Hamı sabah xeyir. Gecə çıxan hədəflər. Hə, gördüm mən nə dedim. Mən sən deyirəm. Ay blin, səni 100% mafiya vurub, komissar oranı yoxladı. Ya, O da çıxdı mafiya kimi. Bak beni değerlendirdin. Yes. Tamam kalmadan bilmem. Sen özür Hələ dilerim. sən sonra mən bilsəm ki, sən midir mafiya Mən bir idi. də xırda sual vermək istəyirəm qardaşım. Alsın. Adın necə o? Adın necə? İbrahim. İbrahim qardaşım. Sən bayaq yan yana səs Aparıcın verdin. o Sarı xanım. Mən bir dənə o sözcüm deyə sual verə bilmirəm. Yan yana arxa arkaya səs verdin. Sonra Sarı xanımla danışdın, təcrübə təyinləməz. Dedin ki, bu mənə bəs elə, sadəcə bu söz yadımdadır, Sura. Bu söz yadımdadır. Mənə bəs elədi ki, sən mafiyasan. Değilsən. Mafiya Mafiya değilsən. değilsen dedi. Mafiya değilsən. Hesabla bura. Zaman senden şüphelendim. Bir dakika. Ay kadar. Zaman senden şüphelendim. Biz seninle kardeşe hedef vermişik, kardeşe hamle el kaldırır ama sen el kaldırmamışsın. Yani millet senden şüphelenir. Ve kardeşler kaldırmıyor. Kardeşim de şüphelenir. Onu mafiya kimi ötürsün. Gel bunu kaldır, bu da mafiyanın El sonucu. qaldırır. Bir dakika. En sonuncu el kaldıran Sən oydu. qalmışdın. Ha. 8 dənə dizilsin mafiya yox idi. Yok, o işler bile, o zevkçiliktir, o başka bir şey. Onu sen bilirsense demek sen mafya başına kaldırıp o hiç. Mən səsini vermişəm Fidana. Oradan Durum onun niyə qaldı? komisar yoxlayacaq bu Bir dəqiqə deyəcək. deyən, bir dəqiqə deyən. Kaldırdı yok, Sinan'a da kaldırmadı. Kaldırdı, Ərəb sözü diye Kaldırdı, bir dəqiqə deyən, sən üstələməyə çalışırsan. Komisar, mən yoxladım. Bir dəqiqə deyən, bir dəqiqə qulaq asın. Söhbət odur ki, qardaşım, sən deyirsən, qulaq asmırsan. Ora 8 əl qaldı, Fidana növbə çatmadı ki, mən ona əl qaldım. Ha, mənim qardaşım, Sabine 3 dənə əl qalxdı. Hamı qaldırmışdı Eyvazlar, Sabine 3 dənə əl qalxdı. Mən, Dexter, Sura. Düzdür? Sən də qaldı da aybın olsun ki, bax bundan mafiya kimi şübhələndim, mən ona əl qaldırdım. Ay qardaşım, yeri gəlməyib ki, mən ona əl qaldım. 8 əl qaldı, tutardı. Qaldı ki, belə siz deyirsiniz mafiya, 8 əl qaldı. Bir dəqiqə xanım, çıxar nə problem yoxdur. Prosto siz özünüz mafiya olaraq oyuna aparırsınız. Məsələ odur ki, deyirsiniz ki, o 8 əldən çıxdı. Bir mafiya qaldı ki, Bax, bir də qulaq assaz. Bu da şübhəli. Məsələn, qulaq assız. Qardaşım, Sabina xanım. Sabina xanım, siz deyirsiniz ki, 8 əl qaldı. Pərviz deyir, 8 əl qaldı. Mən niyə əl qaldım? Nə bilirsiniz o mafiya? Sən də bilirsən filan mafiyadır. Mən ondan şübhələnirəm. Onu dəqiq olma, mənim əzizim. Onun qarşısında deyilsə ki, Ruslan mafiya kimi çıxdı. Sən deyən idi. Onun mafiya olduğunu siz bilmirsiniz. Fərziyə ilə danışırsınız. Bir şey üstündə gedəcəyiniz adam çıxarır. Təzə hədəf verir. Bax 11 ilə 5 ilə mən oynayıram, özümü tanıyıram. Birinci 11-dən şübhələnirəm. Mən də özümü tanıyıram. Bir də o, bax 13 neçə mafiya qalır? Və sonuncu sual.
Valla deyirəm ki, mafiyalar güclü oynamır, geri qalanı zəif. Sonuncu stop. Mən buradan soruşanda Onlar mən bir söz deyim sonunda. Sabina ikinci xəbərdə var. Sonra səs və ya tapaz. 5, 4, 3, 2, 1. Cəfər 1 tutur. Orxan səs və ya tapaz. İbrahim 1 tutur. Fidan səs və ya tapaz. 13. Cəfər bəraətdə. Cəfər səs və ya tapaz. İbrahim bəraətdə. Pərviz səs və ya tapaz. Cəfər 3, İbrahim səs və ya tapaz. Sabina səs və ya tapaz. 13. Sakit. Bizi danışır nömrə 13 Cəfər və nömrə 6 İbrahim. Cəfər buyur. Normalda açıq oyun oynayanda, biri çıxanda ya biri səhv eləyəndə ona argument gətirib göstərirdik ki, sən bunu elədin və bu çıxana əl qaldırmadın, ona görə belə oldu. Siz Ruslanın üstündən hər round təzə başlayanda fikir verin ki, iki şəxs Salihdə çıxdı. Salihlə bir yerdə təzə hədəf verir. Hər round başlayanda. Bu roundda eyni şeyi edirsiniz. Ruslanın üstündən mənim üstümə gəlsin ki, ona niyə əl qaldırmamısan? Ruslanın mafiya olduğunu kim bilir? Dəqiqdir, hardan bilirsən? Elə bir şey var, o şübhədir. Yəni elə bir şey yoxdur. Sadəcə burada məsələ nədir? Salihdən mafiya kimi şübhələnmirəm. Salihin çıxma səbəbi də elə güclü hədəf olduğu üçün, yəni güclü rəqib olduğu üçün. Yəni prosto da bilimdən bir söz bilərsiniz. Bir dənə onu deyim ki, qısaca mafiyalar güclü oynamırlar, geri qalanı zəif. Məsələn. Təşəkkür edirəm. İbrahim buyur. Tak, Şura xanımın müdafiəsini mən eşitdiyim iki oturub. Heç öz müdafiə etmədim mənim. Qardaş mənim sözlərim tam olaraq tərsinə başa düşür. Yəni, bilmirəm, 50-50 mafiya olmalı. Bax, gecədəki Şura xanımla gələn səs getdi. Böyük ehtimal ki də komissar tərəfindən getdi. Mənim bəraətim öncəlikdir. Təşəkkür edirəm. Birinci danışdı Cəfər, ikinci danışdı İbrahim. Kim şiir nömrə 13? Cəfər mafiya. Şiddet olsuz. Cəfər Bizim onu aramızda tərk et. Yuda var. Noç. Komisar bu. Yok. Raca. Sakin. Gözünü açır komiser mafiyalar. Hadi. Yok. Doktor. Yok. Manyak. Yok. Komisar. Yok. Kamikaze. Aman sabah. Ben de işte saat sesi. Pavel de kaldı. Sakin. Sen yaparım. Sakin. Bize gözünü açırdı onun varisi. Öldürür kamikaze. Dedim sana mafya adamı. Kamikaze özünü yapar din sakin. Gözünü açır manyak. Öldürür sonucu mafyanın. Sakin olur. Donma Sen mafya. mafya. Düşman mafya.